Antarktida yer kürəsinin ən sirli və əlçatmaz qitələrindən biri. Sonsuz buzlaqlar altında min illərlə toxunulmamış sirlər gizlənir. Burada tapılan bəzi obyektlər isə elm adamlarını belə çaşbaş salır. Qəribə forma almış dağlar, müəmmalı quruluşlar, 100 ildən çox buz altında qalmış içkilər, hətta qızıl ehtiyatları və milyon illik viruslar. Bütün bunlar real elmi faktlara söykənir və bəzən insanı fantastik ssenariyə düşmüş kimi hiss etdirir. Bu videoda sizə Antarktidada tapılan ən şok edici və sirli kəşflərdən bəhs edəcəyik. Bu kəşflərin bəziləri elm tərəfindən izah edilsə də, bəziləri hələ də tam aydınlaşdırılmayıb və mübahisələrə səbəb olur. Bəs bu kəşflər həqiqətənmi gələcəyimizi dəyişə bilər? Gəlin bu sirli buz qitəsinin dərinliklərinə birlikdə səyahət edək. Əgər belə məzmunlar diqqətinizi çəkirsə, kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Bu bizim üçün çox böyük motivasiyadır. Yer kürəsinin ən soyuq və sirli qitəsi olan Antarktida yenidən gündəmə gəlib. Bu dəfə qeyri-adi bir kəşflə. Google Maps vasitəsilə əldə edilən peyk görüntülərdən istifadəçilər Yaponiya stansiyası, Şovanın cənub-şərqində yerləşən nəhəng bir qapıya bənzər quruluş aşkar ediblər. Bu qəribə görüntü sosial şəbəkələrdə müzakirə dalğasına səbəb olub və müxtəlif fərziyyələr irəli sürülüb. Fantastikadan tutulmuş elmi izahlara qədər. Bu sirli qapı ilk dəfə Antarktidanın peyk görüntülərində görünüb. İstifadəçilər bu obyektin sirli mənşəyi ilə bağlı qeyri-adi versiyalar irəli sürüblər. Ya da qar adamının evi ola biləcəyini düşünürdülər. Başqaları isə onu məşhur Ulduz Yolu serialındakı qapı ilə müqayisə edirlər. Lakin bu nəzəriyyələrin elmi əsası olmadığı sübut olundu. Newcastle Universitetindən buzlaqşünaslıq üzrə professor Beaton Davis bu görüntüləri analiz edərək elmi izah təqdim edib. Onun sözlərinə görə bu obyekt dayaz sularda ilişib qalan və yavaş-yavaş əriməyə başlayan bir aysbergdir. Qapı təsiri isə buzun əriməsi nəticəsində yaranmış və bu da süni obyekt illüziyasını doğurmuşdu. Antarktida hələ də sirlərlə dolu və az öyrənilmiş bir qitədir. Tədqiqatçıların və alimlərin diqqət çəkən obyektlərindən biri isə burada yerləşən piramidadır. Bu struktur çoxlu suallar doğurur. Antarktidada piramidanın mövcudluğuna dair ilk qeydlər 20-ci əsrin əvvəllərində edilib. O zaman tədqiqatçılar buz səthində qəribə həndəsi formalar müşahidə etmişdilər. Lakin bu məlumatlar uzun müddət təsdiq olunmamış və elmi ictimaiyyətin diqqətini çəkməmişdi. 1961-ci ildə isə vəziyyət dəyişdi. Amerikalı tədqiqatçı Charles Hapgood Dənizlərin Qədim Krallarının Xəritələri adlı kitabında qədim sivilizasiyaların müasir alimlərə məlum olmayan yer haqqında biliklərə sahib olduğunu iddia etdi. O Misir deyil, dünyanın başqa yerlərində, o cümlədən Antarktidada da piramidalar ola biləcəyini sübut etməyə çalışırdı. Bütün araşdırmalara baxmayaraq Antarktidada olan bu piramidanın mənşəyi və məqsədi hələ də tam olaraq məlum deyil. Alimlər hələ də bu obyekti öyrənirlər. Lakin ortaq elmi qənaətə gəlmək mümkün olmayıb. Qeyd etmək lazımdır ki, bu araşdırmalar əsasən dolayı məlumatlara əsaslanır və elmi təsdiqi yoxdur. Antarktidada 100 ildən əvvəl məşhur tədqiqatçı Ernest Shackletonun yaşadığı daxmanın bərpası zamanı komandası 5 kutu Şotland viskisi və 2 kutu brendi tapdı. 1909-cu ildə buraxılmış bu içkilərdən bəzilərinin butulkaları buzun təsirindən zədələnmişdi. Lakin bərpasçılar əmindirlər ki, 5 kutuda bütöv butulkalar var. Çünki qutuları tərpədəndə maye səsləri eşidilirdi. Yeni Zelandiya Antarktida İrsi Etimad Fondunun rəhbəri Al Fasti bildirib ki, onlar yalnız 2 kutu tapmağa gözləyirdilər və 5 kutu tapmaları onları çox təəccübləndirdi. Viskinin istehsalçısı olan White and Maker şirkəti orijinal tərkibi təhlil etmək və brendin yenidən yaradılmasının mümkünlüyünü araşdırmaq üçün nümunə istədi. Bu viski 1907-1909-cu illərdəki Shackleton ekspedisiyasına məxsus idi. Komanda Cənub qütbünə yaxınlaşsa da təchizat çatışmazlığı səbəbindən geri dönməyə məcbur olmuş və bu içkiləri orada buraxmışdı. Qutular daxmanın döşəməsi altında 2006-cı ildə aşkar edilsə də, dərinlikdə olduqları və donduqları üçün çıxarılması çətin idi. Yeni Zelandiyalılar bəzi butulkaları çıxarmaq üçün buzu qazmağa razı oldular. Lakin qalanları Antarktida müqaviləsini imzalamış 12 ölkənin razılaşmalarına əsasən qoruma altında saxlanacaq. 2012-ci ildə Antarktidada yerləşən Vostok gölündən buz nümunələri çıxarıldı. Alimlər burada demək olar ki, qızıl külçəsinə bərabər bir dəyər tapdılar. Buz və su üzərində aparılan spektral analizlər nəticəsində məlum oldu ki, nümunələrdəki qızıl ionlarının konsentrasiyası 80%-ə yaxındır. Tədbiqi kimya mərkəzinin rəhbəri Sergey Mukhin deyir, bir nümunədəki qızılın miqdarı 700-cü proba uyğun külçə ilə eynidir. Problem ondadır ki, bu qızıl molekulyar haldadır və gözlə görünmür. Tədqiqatçıların əsas məqsədi bu qədər qızılın suya haradan düşdüyünü anlamaqdır. Bir versiyaya görə Vostok gölünün dibi dünyanın ən böyük qızıl yataqlarından biridir. Bu fikir peyk görüntüləri ilə dəstəklənir. Antarktida buzlaqlarının altındakı bu zəngin qızıl təbəqəsi Cənubi Amerikanın Ant dağlarında yerləşən Yanakocha yatağının davamı ola bilər.
Bu qatlar zamanla su ilə qarışaraq molekulyar səviyyəyə keçmişdi. Bu prosesə diffuziya deyilir. Gölün üstü 4 kilometr qalınlığında buzla örtülü olduğuna görə milyon illərlə bu sərvət heç bir yerə getməyib. Sanki seyfdə saxlanılıb. Üstəlik bu xəzinə birbaşa Rusiya stansiyası Vostoqun altında yerləşir. Qlobal istiləşmə nəticəsində əbədi donmuş torpaqlarda minlərlə dondurulmuş vəziyyətdə qalmış qədim mikroorqanizmlərin oyanması təhlükəsi artır. Bu mikroorqanizmlərin yenidən səthə çıxması bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər. Nobel mükafatı laureatı Ray Kuan-Chung da daxil olmaqla bir çox alim bu barədə dəfələrlə xəbərdarlıq etmişdi. Sibir və Antarktida bu baxımdan təhlükəli zonalardır. Orada minillik buzlar əriməyə başlayır. 2017-2019-cu illər arasında Çili Universitetindən professor Andres Marcolettanın rəhbərliyi ilə çalışan bioloq ekspedisiyası Antarktidada buzlaqlardan azad olunmuş torpaqlardan mikroorqanizm nümunələri toplayıb. Bu nümunələrdə antibiotik və antimikrob maddələrə qarşı doğuşdan müqavimət göstərən super güclü bakteriyalar aşkarlanıb. Bu bakteriyalar ekstremal soyuq şəraitində minillərlə donmuş vəziyyətdə qalaraq təkamüllə belə xüsusiyyətlər əldə ediblər. Bu bakteriyalar, məsələn Pseudomonas, özü-özlüyündə patogen olmasalar da genetik məlumatlarını digər bakteriyalara ötürə bilirlər. Bu isə gələcəkdə yeni yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Həmin bakteriyalar dərmanlara və standart dezinfeksiya üsullarına qarşı davamlı ola bilər. Bu da onları demək olar ki, məhv edilməz edər. Növbəti videonun sonu. İzlədiyiniz üçün təşəkkürlər.